Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 7-ci sinif fizika dərsliyindən olan elektroskop mövzusu ilə tanış olacaq. Gəlin başlayaq. Birinci slaydda bizə iki nazik metal lövhə keçirici olmayan saf vasitəsilə açılıb. Bizdən soruşulur. Hər iki lövhə eyni şarili elektrik yükü ilə yükləndikdə bir-birini itələyər yoxsa cəzb edər? Biz bilirik ki, eyni şarili yüklər bir-birini itələyir. Ona görə burada cavab itələmə olacaq. İtələndikdə və ya cəzb olunduqda lövhələr arasındakı məsafə necə dəyişir? Biz bilirik, itələndikdə uzaqlaşar, lövhələr arasındakı məsafə artar. Lakin cəzb olunduğundan lövhələr arasında məsafə azalar. Yükləndikdən sonra lövhələrin elektrik yükü artırılsa və ya azaldısa, aralarındakı məsafə necə dəyişir? Əgər yüklər artırılarsa, əgər eyni şarlı yüklərdirsə, təbii ki, eyni şarlı yüklərdə bilirik ki, itələmə daha böyükdür və itələmə əgər hər birinin yükünü artıran zaman təbii ki, lövhələr arasındakı məsafə də artacaq. Amma müxtəlif şarlı yüklərdirsə və onlar arasında yükün miqdarını artırsaq, bu zaman yenə də onlar bir-birinə daha kiçik məsafələrə qədər yaxınlaşa biləcəklər. Buna görə də onlar arasındakı məsafə azalacaq. Keçək digər əsas slayda. Biz bilirik ki, ümumiyyətlə elektroskop dedikdə cismin hansı yüklə elektrikləndiyini keyfiyyətcə aşkar etmək üçün istifadə olunan cihazdır. Yunanca elektron, skopiya isə müşahidə etmək, aşkarlamaq deməkdir. Elektron sözü Yunancadır. Yəni sözün mənası elektrik yükünü aşkar etməkdir. Yəni biz bu cihazla cisimlərin elektriklənib elektriklənmədiyini müəyyən edə bilirik. Ümumiyyətlə biz elektroskopa baxsaq, müəyyən edə bilərik ki, elektroskop bir neçə hissələrdən ibarətdir. Şəkildə də görünür, metal başlıq, metal çubuq, metal vərəqlər və şüşə qab. Hər birinin elektroskopda özünə məxsus yeri vardır. Yəni hər biri böyük rol oynayır. Adətən metal vərəqləri alüminiumdan hazırlayırlar. Çünki onlar asanlıqla, yüngül olduğundan asanlıqla meyil edə bilirlər. Çünki bizə lazımdır ki, onlar yüklənən zaman onların meylini müəyyənləşdirə bilək. Meylinə əsasən onların cismin yüklü və yüklü olmadığını müəyyənləşdirə bilək. Həmçinin bəzən məişətdə elektroskopun vərəqlərini qızıldan da hazırlamaq mümkündür. Buna səbəb odur ki, qızıl aşınmaya məruz qalmır. Həmçinin qızıldan yüngül və çox nazik vərəqlər hazırlamaq mümkündür. Bunun nəticəsində vərəqlər az miqdarda elektrik yüklərinin təsiri ilə hərəkət edə bilir və yəni yüksək həssaslığa malik olur. Ancaq qızıl bahalı olduğu üçün qızıl vərəqli elektroskoplar istehsal edilmir geniş formada. Elektroskop adətən eyni şarlı yüklərin qarşılıqlı təsirinə əsaslanır. Yüksək halda biz görə bilərik ki, elektroskopun vərəqləri heç bir meyl etmir, şaquli vəziyyətdə qalır. Lakin hər hansı bir elektroskopun metal başlığıyla hər hansı bir yüklü cisim toxundurduqda biz görürük ki, adətən onun başlığı ilə vərəqlər eyni yüklə şarləndiyindən, eyni şarlı yüklərlə yükləndiyindən onlar arasında itələmə qüvvəsi mövcud olur, yaranır. Cismin elektrik yükünün olub-olmadığını yoxlamaq üçün yoxlamaq mümkündür. Bunun üçün 3 haldan biri baş verə bilər. Tutalım ki, bizim elektroskopumuz da yüksüzdür və bizim toxundurduğumuz cisim də yüksüzdür. Bu zaman görərik ki, əgər iki cismi bir-birinə yaxınlaşdırsaq, yəni cismi elektroskopun metal başlığına yaxınlaşdırsaq, görə bilərik ki, orada vərəqlər heç bir meyl etmir. İkinci halda nəzərə alaq ki, tutalım ki, bizdə elektroskop yüksüzdür, neytraldır. Lakin yaxınlaşdırdığımız cisim mənfi yüklüdür. Mənfi yüklü halda biz onu yaxınlaşdırsaq, bu zaman burada yüklərin yenidən paylanması baş verəcək. Yəni, mənfi yüklüdə elektronların sayı neytrala nəzərə daha çoxdur və nəticədə mənfi yüklü cisimdən elektronlar metal başlığa doğru hərəkət edəcək və nəticədə metal başlıqda elektrik yükü mənfi yüklənəcək və orada yük artdığından vərəqlər get-gedə bir-birindən aralanacaq. Çünki nəzərinizə saxlayın ki, metal başlıqla burada vərəqlər eyni yüklə yüklənir. Yəni, metal başlıqda həm də vərəqlərdə yükün miqdarca artdığından, yəni yenidən mənfi yükləndiyindən bu zaman onlar bir-birindən itələnəcək. Çünki bilirik ki, eyni şarlı yüklər bir-birini itələyir.
Amma elektroskopun vərəqləri neytral olduqda biz deyirik ki, bu həmin vərəqlər şaquli vəziyyət alır və biz belə nəticəyə gələ bilərik ki, vərəqləri elektrikləndikcə bir-birinə itələnir və ya aralanır. Aralanma nə qədər çox aralanmasını müşahidə etmək istəyiriksə, bu zaman yükün miqdarı da artıq olmalıdır. Çünki vərəqlər arasındakı məsafə yükün miqdarı ilə düz mütənasibdir. C variantına baxaq. Tutalım ki, bizim elektroskopumuz neytraldır. Amma bizim yaxınlaşdırdığımız cisim müsbətdir. Bu zaman müsbət cisim, bu zaman metal çubuqdakı sərbəst elektronların bir hissəsini cəzb edərək özünə birləşdirir. Həmin cisim özünə birləşdirir və nəticədə elektronlar elə bir sanki metal başlıqdan həmin cismə doğru axır. Axdığı zaman və görürük ki, burada elə bir ki, bayaq neytral cisim idisə metal başlıq, artıq orada mənfilərin sayı, yəni elektronların sayı azaldığından müsbət yüklənir. Müsbət yüklənən zamanda, yəni müsbətin miqdarı artır. Müsbət miqdarı artan zamanda vərəqlər yenə də bir-birindən aralanır və çünki yenə də demişik ki, eyni şarlı yüklər arasında itələmə qüvvəsi mövcuddur. Hesab edək ki, bizdə elektroskop müsbət yüklüdür. Bu zaman verilən yükü mənfi qəbul edək. Baxaq görək bu halda bizdə nə baş verir. Təbii ki, burada bir neçə hal baş verə bilər. Tutalım ki, bizdə verilən yük, mənfi yük, elektroskopun yükündən qiymətcə kiçikdir. Yəni, tutalım ki, biz elektroskopun yükü məsələn 5 küydür, amma bizim verdiyimiz yük miqdarca mənfi 3 küy olsun. Bu zaman bunları toplasaq, görərik ki, cavab 2Q eləyir və 2Q baxa bilərik ki, bizim əvvəldə olan Q'lərimiz, yəni birinci halda bizdə, yəni elektroskopun yükünə baxsaq, elektroskopun yükü müsbət 5Q idi, ümumi yük oldu elektroskopun mənfi və belə nəticəyə gəlirik ki, bizdə burada yükün miqdarı azalır. Yəni 5-dən 3-ə endi, 5-dən 2-yə endi, əvvəlcə 5Q idi. Sonra biz toxundurduğumuz zaman yüklərin yenidən paylanması nəticəsində yüklər azaldı, yükün miqdarı azaldı. Yükün miqdarı azaldığına görə həmin vərəqlər bir-birinə yaxınlaşacaq. İkinci hala baxaq. Tutalım ki, bizdə verilən yüklə, yəni ki, metal başlıqda olan yüklə bizim metal çubuqda olan yükün miqdarı qiymətcə bərabərdir. Sadəcə biri mənfidir, digəri müsbətdir. Tutalım, misal götürək, mənfi 2Q'dür, biri də müsbət 2Q'dür. Nəzərinizə saxlayın ki, bizdə burada 2Q metal başlıqdakı yükdür. Sonra bunları bir-birinə toxunduran zaman yüklərin keçidi baş verir, yəni elektronların birindən digərinə keçidi baş verir və nəticədə görürük ki, ümumi yük sıfıra bərabər olur. Yəni əvvəlcədən də yük 2Q idi, yəni metal başlıqda yük 2Q idisə, sonradan sıfıra indi. Sıfıra enəndə də biz bilirik ki, vərəqlər nisbətən yaxınlaşacaq, şaquli vəziyyətini alacaq ki, çünki neytral halda biz demişik ki, metallarda neytral halda burada vərəqlər arasında heç bir məsafə olmur, onlar şaquli vəziyyətinə qayıdırlar. Üçüncü halda deyək ki, bizdə yenə də metal başlıq müsbətdir, yaxınlaşdırdığımız çubuq mənfidir. Sadəcə biz qəbul edək ki, bizim yaxınlaşdırdığımız cismin yükü elektroskopun yükündən böyükdür. Və bu zaman iki hal baş verə bilər. Yəni burada ola bilər ki, elektroskopun ümumi yükü azalsın, ola da bilər ki, elektroskopun ümumi yükü artsın. Gəlin birinci hala baxaq, azalan halına baxaq. Tutalım ki, biz elektroskopun yükünü 5Q götürmüşük, amma yaxınlaşdırdığımız cismin yükünü götürmüşük, mənfi 7,5 Q götürmüşük. Bunu qeyd eləyək özümüzdə. Mənfi 7,5 Q. Sonra biz həmin bu yükləri bir-birinə yəni toplayaq. Çünki toxunduran zaman yüklərin yenidən paylanması baş verir. Topladığımız zaman alacağıq mənfi 2,5 Q. Yəni bizdə elektroskopun yükü 2 versus əvvəlcə 5 Q idi. Sonra mənfi 2,5 Q oldu. Bu onu göstərir ki, miqdarca elektroskopun yükünün miqdarı azaldı. Azaldığına görə burada vərəqlər bir-birinə nisbətən yaxınlaşar. İkinci halda biz
İkinci halda nəzərdə tutaq ki, bizdə elektroskopun yükü 5Q olsun. Amma bizim yaxınlaşdırdığımız metal çubuğun yükü -15Q olsun. Yəni ondan biraz böyük olsun və yəni 3 qatı olsun belə deyək. Bu zaman yenə toplasaq görərik ki, -10Q alarıq. Görürük ki, burada elektroskopun əvvəlki yükü 5Q-dən -10Q-yə gəldi. Burada qiymətcə 2 qat artdığına görə deyə bilərik ki, elektroskopun ümumi yükü artdı. Yəni bu halda biz belə nəticəyə gəlirik ki, biz bu halları real həyatda, yəni özümüz təyin etmək üçün əzbərləməyə heç bir ehtiyac yoxdur. Sadəcə hər bir həm elektroskopa, həm də metal çubuğa müəyyən yüklər verməliyik. Müəyyən yüklər verərək ümumi yükünü tapmaqla biz hər birində yükün miqdarının artdığını və ya azaldığını görə bilərik. İkinci halda bizdə yükün miqdarı artdığından, yəni qiymətcə artdığından bu zaman vərəqlər bir-birindən aralanacaq. Amma birinci halda yükün miqdarı azaldığından vərəqlər bir-birinə nisbətən yaxınlaşacaq. Keçək digər slayda. Ümumiyyətlə sizdə kitabda belə bir təcrübə verilmişdi, yəni tapşırıq deyə bilərik. Bu tapşırığı gəlin birgə həll edək. Bizə deyilir ki, eyni işarlı yüklər arasında təsirin itələmə və ya cazibə qüvvəsinin olduğunu müəyyən edilməsi. Demək, bizə elektroskop verilir, plasma çubuq, şüşə çubuq, yun parça. Bu ümumiyyətlə bu tapşırıq bizim əvvəlki dərsimizlə əlaqədardır. Bizdən soruşulur ki, plasma çubuğu yun parça ilə sürtdükdən sonra yüksüz elektroskopun başlığına toxundurun və elektroskopun metal vərəqlərində müşahidə etdiyiniz hadisəni qeyd edin. İkinci halda əlinizlə elektroskopun başlığına toxunduraraq onu neytrallaşdırın. Üçüncü halda şüşə çubuğu yun parça ilə sürtdükdən sonra elektroskopun başlığına toxundurun və yenə də hadisəni müəyyən edin. Gəlin biz ayrı-ayrı həmin bu tapşırıqda sualları cavablandıraq. Bizdən soruşulur ki, elektroskopun vərəqlərini eyni işarlı yüklə yükləndiyini necə müəyyən edə bilərik? Biz bilirik ki, elektroskop yükləndikdə vərəqlər bir-birindən itələnir. Yəni, bu halda deyə bilərik ki, bu vərəqlər eyni işarlıdır və eyni işarlı yüklər arasında da bilirik ki, itələmə qarşılığı təsiri mövcuddur. İkinci suala baxaq. İkinci sualda deyir ki, hansı halda elektroskopun vərəqlərinin yükü mənfi, hansı halda müsbətdir? Cisimlərin elektriklənmə. Bizdə birinci halda biz ilk növbədə elektriklənmə ardıcıllıq cədvəlinə baxırıq. Bilirik ki, adətən yuxarıdakı cisim aşağıdakı cismə öz elektronunu verərək özü müsbət yüklənir, aşağıdakı cisim isə mənfi yüklənir. Tutalım bizdə deyilir ki, şüşə çubuqla yun parça. Şüşə çubuqla yun parçaya baxsaz, şüşə çubuq yuxarıda yerləşir, yun parça ona nisbətən aşağıdadır. Belə çıxır ki, şüşə çubuq öz elektronunu verərək özü müsbət olacaq, yun isə mənfi yüklənir. Bu zaman şüşə çubuğu, yəni biz şüşəni müsbət qəbul etdik. Şüşəni çubuğu elektroskopun başlığına toxundursa, bu zaman elektroskop müsbət yüklənəcək. Yəni elektronlar elektroskopdan müsbət yüklü şüşə çubuğa keçəcək. Amma plasma çubuğu yun parça ilə birləşdirsək, baxın, plasma çubuqla yun parça. Yenə də yun yuxarıdadır, plasma çubuğu isə aşağıdadır. Bu zaman yun yenə öz elektronlarını plasma çubuğa verir. Və nəticədə burada yun müsbət, plasmas isə mənfi yüklənir. Yəni burada plasmas belə çıxır ki, mənfi yüklüdür. Və nəticədə deyə bilərik ki, plasması əgər biz elektroskopun metal başlığına toxundursaq, o mənfi yüklüdür. Keçək digər tapşırığa. Bizdən soruşur ki, elektroskopun metal çubuğunun elektrik yükü ilə vərəqlərin elektrik yükünün işarəsini eyni ya fərqli olduğunu demək olarmı? Biz dərsimizi yadınızda gəlirsə, dedik ki, əvvəlki slaydlarda ki, adətən metal başlıqla, metal çubuqla adətən bu metal vərəqlər bir-birinə adətən bitişik olur və nəticədə əgər hər hansı bir elektroskopun başlığı hər hansı bir yüklə yükləndiyi zaman bu artıq metal çubuqdan vərəqlərə doğru keçir və bunlar bir-birinə əlaqədar olduğuna görə həm metal çubuq, həm metal başlıq, həm də vərəqlər eyni işarlı olur və eyni işarlı olduğundan görə həmin vərəqlər arasında itələmə qüvvəsi meydana çıxır. Keçək digər tapşırığı. Sizcə nə üçün əlinizlə elektroskopun başlığına toxundurduqda vərəqlər bir-birinə yaxınlaşdı?
Ümumiyyətlə insan bədəni bilirik ki, keçiricidir. Yəni insan bədənindən elektrik cərəyanı keçirməsi mümkündür. Burada 2 hal müşahidə oluna bilər. Tutalım ki, bizim elektroskopumuz mənfi yüklüdür. O deməkdir ki, elektroskopun başlığında mənfilərin sayı çoxdur. Yəni elektronların sayı çoxdur. Biz əlimizlə toxunduğumuz zaman biz özümüzü neytral qəbul edək və bu zaman artıq elektronlar bizim vasitəmizlə yerə doğru hərəkət edəcək və yerə doğru bədənimizdən keçərək yerə doğru hərəkət edəcək və nəticədə elektroskopun başlığında elektronların sayı miqdarca azalacaq. Azaldığına görə vərəqlər bir-birinə yaxınlaşacaq. İkinci də halda ola bilər ki, bizim elektroskopumuz müsbət yüklüdür. Yəni burada elektronların sayı azdır. Bu zaman bizdən olan elektronlar başlığa doğru hərəkət edəcək. Həmin başlıqda elektroskopun başlığında yenə də burada mənfilər artacaq və bayaq həmin başlıq müsbət yüklüdürsə, bayaq o müsbət yükünü azalacaq. Çünki elektronlar hər dəfə onun üzərinə hərəkət etdikcə müsbət yükü azalacaq və nəticədə vərəqlər yenə də bir-birinə yaxınlaşacaq. Vərəqlər bir-birinə yaxınlaşacaq. Çünki yük miqdarca azalır. Əvvəlcədən müsbət yüklü idi, sonra müsbətin miqdarı azalır. Çünki orada elektronlar bizdən həmin başlığa doğru hərəkət edir. Bizdən başlığa doğru hərəkət edərkən yükü miqdarı azaldığından vərəqlər bir-birinə yaxınlaşacaq. Nə üçün təkcə elektroskopdan istifadə etməklə cismin yükünün işarəsini müəyyən etmək mümkün deyil? Ümumiyyətlə bilirik ki, elektroskopun daxili quruluşuna baxsaq, metaldan hazırlanır. Metal başlıq isə metal çubuqla əlaqələndirilir. Bu isə o deməkdir ki, elektroskopun metal başlığı, metal çubuq, metal vərəqlər bir-birindən əlaqədardır. Ona görə də başlıq mənfi yükləndikdə çubuq vərəqlər də mənfi yüklənir. Başlıq müsbət olanda çubuq vərəqlər də müsbət yüklənir. Hər iki halda vərəqlərin elektrik yükü eyni işarəli olur. Bu isə o deməkdir ki, hər iki halda vərəqlər bir-birinə elektrik itələmə qüvvəsi təsir edir. Yəni vərəqlərin vəziyyətinə görə onların müsbət və mənfi olduğunu biz deyə bilmərik. Çünki hər ikisi müsbət olanda, hər ikisi mənfi olanda yenə itələmə qüvvəsi meydana çıxacaq. Ona görə də biz vərəqlərin hər iki halda uzaqlaşması, yəni itələmə qüvvəsinə görə deyə bilmərik ki, burada konkret müsbətdir və yaxud mənfidir. Biz yalnız bu hadisəni müşahidə edə bilərik. Çünki hər müsbətdə, həm mənfidə bu hadisə müşahidə olunur və nəticədə hər iki halda bu özünü ödədiyindən biz bunun işarəsini tam dəqiqliklə deyə bilmirik. Ona görə də bizə başqa cihazlar lazım gəlir. Şəkil verilmişdir. Sizdə bu kitabınızda belə bir məsələ verilmişdi. Deyilir ki, müsbət yüklənmiş cisimlər müsbət yüklənmiş elektroskopa toxundurulur. Bizdə burada da 2 hal ola bilər. Ola bilər ki, verilən yüklə elektroskopun başlığı arasında fərqlər meydana çıxsın. Tutalım ki, birinci A variantında bizə deyir ki, yüklə elektroskopun yükü tutalım ki, cismin yükündən azdır. Tutalım, əgər bir cismin yükünü müəyyənləşdirsək, bilirik ki, müsbətlərlə mənfiləri toplayırdı və Y-yə vururdu. Müsbətlərlə mənfiləri toplayarkən, çünki biz burada Q bərabərdir NY düsturundan istifadə edirdik. Sizinlə əvvəlki dərsdə öyrənmişik. Müsbət, mənfi, NY. Müsbəti protonda istifadə edirdik, mənfini isə elektronlarda. Bizdə də mənfi 4 dənə elektron olduğuna görə 4 dənə elektron olduğunu mənfi 4Y, müsbətlərin sayı 8 dənə olduğunu müsbət 8Y kimi qəbul edirik. Ümumi olur müsbət 4Y. Demək, bu müsbət yüklü zərrəcikdir, cisimdir. Bu cismi biz elektroskopa yaxınlaşdırırıq. Tutalım ki, elektroskopa müəyyən bir qiymət verək. Qiymət versək, məsəl üçün, tutalım ki, bu müsbət 4Y-dir. Bizim yaxınlaşdıran halda olsun müsbət 2. Hətta kiçik də verə bilərik. Bu zaman görərik ki, elektronların bir hissəsi elektroskopdan cismə keçəcək. Çünki nəyə görə belə baş verir? Elektroskopda mənfilərin sayı çoxdur. Buna görə də vərəqlər bir-birindən aralanacaq. Və bunu başqa yolla da təyin edə bilərik. Yəni, biz əvvəlki yükə nəzərəndə bunu müəyyənləşdirə bilərik. Tutalım ki, hesab edək ki, birinci halda bizdə elektroskopun metal başlığındakı yük 2Y-dir. Biz müsbət 4Y-ni yaxınlaşdırırıq və onlarda yüklərin yenidən paylanması baş verir. Yüklər yenidən paylanarsa
və ayrılsa, biz ümumi yükümüz görərik ki, 2 y-nin üzərinə elə bir 4 y-ni gəlmiş olarıq və ümumi yükümüz artar. Yükün miqdarı artdığından vərəqlər bir-birindən aralanır, uzaqlaşır. Amma ikinci halda tutalım hesab edək ki, bizdə elektroskopun yükü cismin yükündən böyükdür və böyük olan zaman bizdə müəyyənləşdirməliyik ki, harda elektronlar hansı birindən digərinə keçəcək. Buradan görünür ki, elektronlar elektroskopa, cisimdən elektroskopa keçəcək. Çünki cisimdə mənfilərin sayı daha çoxdur, yəni elektronların sayı çoxdur. Amma elektroskopun başlığında daha çox mənfilərin sayı azdır. Həmişə bilirik elektronlar çox olan yerdən az olan yerə doğru hərəkət edir və hərəkət edən zaman, elektronlar hərəkət edən zaman burada müsbət yükün miqdarı azalacaq. Müsbət yükün miqdarı azaldığından vərəqlər bir-birinə nisbətən yaxınlaşacaq. Keçək digər tapşırıq. Bizdən soruşulur ki, nə üçün elektroskop şüşə qab içərisində yerləşdirilir? Bunun bir neçə səbəbi var əslində. Birinci səbəbi odur ki, hava axınının qarşısı alınır. Yəni, çünki metal lövhələr çox yüngül olduğundan havanın təsirindən bir-birlərindən uzaqlaşa bilərlər və nəticədə yüklənməni müəyyən edə bilmərik. İkinci halda şüşə dielektrik yolu oynayır, yəni şüşə elektrik cərəyanı keçirmir. Metal çubuq və metal lövhələrdə yük kənara çıxa bilməz, sıza bilməz. Həmçinin şüşə şəffaf olduğundan metal vərəqlərin meyl etməsini asanlıqla müşahidə etmək olar. Dördüncü halda şüşə qapalı sistem rolunu oynaraq xaricdən də kənar yüklərin daxil olmasını qarşısını alır. Yəni bir neçə səbəb bizə lazımdır ki, bu səbəb sayəsində biz öyrəndik ki, elektroskop məhz buna görə də şüşə qab içərisində yerləşdirilir. Tutalım bizə ki, A və müsbət yüklü A və B cisimləri verilmişdir. Elektroskopumuz bizdə yüksüzdür və biz görürük ki, bizdən soruşulur ki, həm A və B-nin elektrik yüklərini müqayisə edir. Əgər biz görə biliriksə, B halında metal vərəqlər daha çox bir-birindən uzaqlaşmışdır. Onu göstərir ki, B-dəki yük A-dakindən daha böyük olmuşdur və nəticədə B-də yük A-dan böyük olduğundan və ona görə də biz B-dən daha çox yük həmin metal başlığa vermişik. Metal başlıqda yük artdığından vərəqlər də bir-birinə nəzərən daha çox uzaqlaşır. Keçək digərinə dedik bunu. Mənfi yüklənmiş cisimlər mənfi yüklənmiş elektroskopa toxundurduqda. Gəlin bunu da müşahidə edək. Biz görürük ki, birinci halda elektroskopun vərəqləri aralanır, ikinci halda elektroskopun vərəqləri yaxınlaşır. Müşahidə olunan hadisəni izah edək. Gəlin bunu nəzərdə tutaq. Tutalım ki, bizdə mənfi yüklənmiş elektroskop. Burada məsəl üçün bizdə qəbul etmişik ki, bizdə elektronların sayı mənfi 7, amma protonların sayı müsbət 3-dür. Bunda belə çıxır ki, burada mənfi 4 elektron var. Bunu qeyd edək. Mənfi 4. Yəni elektronlar mənfi 4 qədər, 4 vahid qədər çoxdur. Amma başlıq bizdə qəbul etmişik ki, bizə verilmişdir ki, yəni başlıq da mənfi yüklüdür. Mənfi yüklü olmağı halı bir neçə halla müşahidə edə bilərik. Əgər bizdə birinci halda vərəqlər uzaqlaşırsa, burada belə çıxır ki, yükün miqdarı artmışdır. Ona görə də bizdə başlıqdakı yük kiçik olmalıdır. Kiçik olmalıdır ki, özünə elektronları çəkə bilsin və nəticədə orada vərəqlər uzaqlaşsın. Yəni əvvəlkinə nəzərən yükün miqdarı artsın. B variantında isə vərəqlər bir-birinə yaxınlaşıb. Bu o deməkdir ki, bundakı yük nisbətən çox olub. Tutalım ki, mənfi 6y olsun və burada yük miqdarı çox olub, əvvəldən sonradan azalıb. Yəni mənfi 6y, burada elektronların sayı daha çoxdur. Elektronların sayı çox olduğuna zaman biz metal hər hansı bir cismi yaxınlaşdırdığımız zaman elektroskopun başlığından cismə doğru elektronlar hərəkət edir və nəticədə yükün miqdarı metal başlıqda azaldığından vərəqlər bir-birinə yaxınlaşır.
Elektroskop hansı məqsədlə istifadə olunur? Elektroskop cismin malik olduğu yükün varlığını, növünü müəyyən etmək üçün istifadə olunur və analiz etmək üçün. Bu cihaz vasitəsilə fizikada elektriklənmə hadisəsini, elektrik yükünün saxlanması, həmçinin induksiya ilə elektriklənmə hadisəsini də öyrənmək mümkündür. Şəkildə təsvir olunmuş cismi yüksüz elektroskopun başlığına toxundurduqda nə baş verər? Tutalım ki, neytral cisimdir. Çünki bizdə görürsünüz, mənfilərlə müsbətlərin sayı eynidir. Və biz neytral cismi yenidən neytral cismi yaxınlaşdırdıqda heç bir dəyişiklik baş vermir. Çünki heç birində yük artıqlığı yoxdur. Yəni ona görə də heç birindən yüklərin, yəni elektronların keçidi baş verməyəcək və fərq yaranmadığından vərəqlər elə şaquli vəziyyətdə qalacaq. Elektroskopların vərəqlərinin çox və ya az aralanması nədən asılıdır? Təbii ki, yükün miqdarından asılıdır. Biz dedik, əgər elektroskopun metal başlığında yükün miqdarı artarsa, biz deyirik ki, vərəqlər aralanır. Əgər yükün miqdarı azalarsa, vərəqlər bir-birinə yaxınlaşır. Aşağıdakilərdən hansı doğrudur? Yüksüz elektroskopun müsbət yüklənməsi zamanı elektronlar. Tutalım ki, bizdə elektroskop yüksüzdür və nəticədə müəyyən cismi yaxınlaşdıran zaman o müsbət yüklənib. Müsbət yüklənibsə, onu göstərir ki, burada elektronların sayı azalıb. Elektronların sayı azalıbsa, onda belə çıxır ki, elektroskopun vərəqlərindən cismə keçib. Nəticədə elektronların sayı azalıb. Əlimizi yüklü elektroskopun başlığına toxundurduqda onun neytrallaşmasının səbəbi nədir? Burada bayaq dedik, yenə də deyək, bu iki halda baş verə bilər. Çünki demişik, insan bədəni keçidicidir. Tam elektroskop mənfi yüklüdürsə, bizim əgər əlimizi ona toxundursa, metal başlığına toxundursa, elektronlar, artıq elektronlar bizim bədənimizin vasitəsilə yerə doğru hərəkət edəcək və nəticədə elektroskop neytrallaşacaq. Çünki həmişə vərəqlər istəyir ki, əvvəlki vəziyyətinə qayıtsın, yəni şaquli vəziyyətinə qayıtsın və vərəqlər bir-birinə yaxınlaşacaq. Ola da bilər elektroskop müsbət yüklüdür. Müsbət yüklü zamanı, bu zaman bizdəki elektronlar başlığa doğru hərəkət edəcək və bu zaman başlığa doğru hərəkət edərkən bu zaman həmin metal başlıq neytrallaşacaq. Çünki mənfilərlə müsbətlərin sayı eyni olacaq və vərəqlər yenə bir-birinə yaxınlaşacaq. Sonuncu tapşırığa da baxaq. Şəkildəki elektroskopun başlığına yüklü cisim toxundurublar və onlar arasındakı fikirlərdən, yəni aşağıda verilən fikirlərdən hansı doğru ola bilər? Bunun başlığına yüklü cisim toxundurmuşuq. Neytral. Əgər neytrallaşar ola bilməz, çünki yüklü cisim toxunduran zaman mütləq şəkildə orada yüklənmə baş verməlidir. Burada müsbət də yüklənə bilər, mənfi də yüklənə bilər. Yəni biz yükü bizə vermədiyindən deyə bilmərik konkret müsbət, konkret mənfidir. Biz bunu verilənlərə əsasən təyin edə bilərik. Yəni burada 2-3 ola bilər verilənlərə verildiyi şərtə əsasən. Biri mənfi, biri müsbət yüklənməsi mümkün deyil. Demişik ki, burada mütləq şəkildə eyni şarlı yüklər olmalıdır. Həm metal başlıqda, həm elektroskopda, həm də metal vərəqlərdə. Ona görə də başlığın elektrik yükünün işarəsi ilə vərəqlər arasında işarə eyni olmalıdır. Ona görə cavab burada olacaq 2, 3, 5. Beləliklə biz bu dərsimizdə sizinlə elektroskop mövzusu ilə tanış olduq. Öyrəndik ki, elektroskop hansı məqsədlərinə istifadə olunur və müəyyənləşdirdik ki, elektroskopun metal başlığındakı yükün miqdarına əsasən bizdə metal vərəqlər uzaqlaşır və yaxınlaşa bilərlər. Yükün miqdarı artdıqca vərəqlər uzaqlaşır, yükün miqdarı azaldıqca vərəqlər bir-birinə yaxınlaşır. Və bununla aid bir sıra tapşırıqlar yerinə yetirdik. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.